Xanımlar ve cənablar, hamıza salamlar deyirəm. Və mən artıq təqaüdə çıxdım konservatoriya. Cəsəd gimnaziyasında 32 il pedaqoji fəaliyyətimiz oldu. Əziz kollegalar, burada çıxış edənlərin əksəriyyəti bizim ustadlar, hörmətli alimlərimiz və kollegalarımızdır. Mənim həmyaşlılarım da var və gələcək nəsilimiz, cavanlarımız da var. Onları da burada olsun. Bugün mən deyərdim ki, Azərbaycan qarman sənətinin bayramıdır. Harada, hansı diyarda, məmləkətdə qarmandan söhbət gedirsə, mən sevinirəm ki, Azərbaycanımızın milli aləti olan, o aləti də təsdiqləyən Zakir müəllim, Fərai müəllim, Əhsən müəllim, bunların kitablarında onlar öz əksini tapmışdır. Və sevinirəm ki, qarman sənəti bu inkişafdadır, bu cürə inkişaf edir. Əvvəli hamımız, necə deyərək, xalqımız, Türkiyəli, bu boyda Azərbaycanımız var olsun ki, başda Ali Baş Komandamız olmaqla biz müstəqil devlətdə yaşayırıq. Öz sözümüzü deyə bilirik. Haradasa musiqimizi fikir verirsiniz, buğamımız hansı səviyyəyə gəlir. Aygün xanım, günlərin bir günü mənim 55 illik yubileyimi keçirdilər Bakı Şəhər Mədəniyyət Mərkəzi və o zaman mən çox söz istəyirəm ustadlardan. Belə bir deməli, həmkarlar təşkilatı mənə ustad sənətkar adı verdilər. Cavan elimdə mən də o vaxtları nəsə. Orada Abbasqulu müəllim, professorumuz, hörmətli Abbasqulu Necəfzadə gəldi, bir kitabı var idi. Dedi ki, Nizami müəllim, mən sənə bu kitabı həvalə edirəm və arzum budur ki, sən də gələcəkdə özün musiqilər bəstələyəsən və nəsə də bir şeylər, bir melaman dedi, kitab verir. Sonra bu nəsə ağlıma batdı. Mən də illərin təcrübəsindən, yəni qoy arayış üçün deyim ki, 10 il Azərbaycan Dövlət Rəqs Ansambında çalışdım. Əskərlikdən gələndən sonra 77-ci illərdə. Deməli, SSR xalq artisti Leyla Vəkilova bizim bədii rəhbərimiz idi. Sonra isə talih elə gətirdi ki, 20 ildə yenə SSR xalq artisti Zeynab xanımla çalışdıq, 20 il sərasər. Və ondan sonra deməli, pedaqoji fəaliyyətdə də yenə SSR xalq artisti hörmətli Fərhad müəllim Bədərbəyli ilə bu kitabları ərsəyə getirdik. 4-cü kitabdır. Mən çalışıram, yəni bəstəliyik burada müəyyən musiqilər. Abbasqulu müəllim mənə tövsiyə eləmişdi. Mən də Aygün xanım, sizə bugün bu 4-cü kitabı tövsiyə edirəm. Obusların biri vermişdim sizə. Bu da 4-cüsüdür, ikisi də doğru edirəm. Arzum budur ki, siz də gələcəkdə rəqslər bəstəliyirsiniz. Bizdə nota alınır, hamısının kiçik anotasiyaları var. Orada məsələn işlənilib komissiyanın, necə deyərlər, Elmi Şuranın dəstəyi ilə bu kitablar dərc olunur, yəni icazəsi ilə. Söhbət ondan gedir. Qalır sənətə, Aygün xanım. Sən mənim qızım sayılırsan, balam sayılırsan. Özdə gənclik devrində, mən atası İbrahim kişi ilə dostam, Allah ona can sağlığı versin. Bayaq Fərai müəllim gözə qeyd elədi, Əhsən müəllim də və Zakir müəllim də dedi ki, bütün titullar sayılırlar. Ədəblidir, ərkanlıdır, qabiliyyətlidir, sənəti var və ən böyük Aygün xanıma ailədən dəstəyi var. Bu özü böyük şeydir. Ailədə dəstək olarsa, bəli, o sənətkar inkişaf edə bilir. Və bir şey də deyirlər ki, filan kəs birinci sənətkardır, birinci çalan, doğrusuncu. Mən bu fikirdən razı deyiləm. Niyə razı deyiləm? Çünki hər gölün bir ətri olduğu kimi, hər sənətkarımızın da özünün öz yolu, öz cıvırı, öz ətri var. Bizim karifeylərimiz olub, sadalarlar hamısını başdan ayıracağım. Və canlı karifeyimiz Zakir müəllim də Allah ona can sağlığı versin. Bir də Avtandil İsrafilov. Bu kişilər Azərbaycan qarman sənətini gətirdilər, uca zirvələrə çatdırdılar. Və mən sevinirəm ki, bugün bunların, yəni bu müəllimlərimizin, ustadlarımızın və bizlərin davamçıları, bax, Aygün xanım kimi gözəl, gənc, istedadlı, savadlı və profesional qarman ifaçıları əlindədir. Həmçinin, bax, bu sizin, necə deyərlər, yubiley sayıramda, bayram konsertdir. Bütün qarman ifaçılarını mən alqışlayıram, onlara uğurlar arzulayıram. Yaşasın Azərbaycan musiqisi, Azərbaycan qarman sənəti. Çox sağ olun.